Değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Salamlayıram sizi doğma Ağcabətimizdən. Hər birinizi xoş gördük. Nəzərinizə çatdırım ki, mənim bu durduğum yer Ağcabədi rayon sentri sayılan, mərkəzi sayılan yerlərdən biridir. Bunu mütləq qeyd edim. Və nəzərinizə çatdırmaq istəyirəm ki, mən Bakıda yaşayıram da, hər kəs bilir. Ağcabədimizə, doğma Ağcabədimizə ayaq bastığım vaxtdan etibarən həqiqətən necə deyirlər, maşınla tullana gedirəm. Mən buradan Ağcabədi rayon, Ağcabədi şəhər İnzibat ərazisinin nümayəndəsi, sədri Fikrət müəllimə səslənirəm. Hörmətli Fikrət müəllim, bax bu gördüyünüz yollar çox bərbad bir gündədir, bilmirəm indi rayonumuza çıxırsınız, buraları görürsünüz, yoxsa görməməzlik eləyirsiniz, nədir məsələ? Həqiqətən bura çox vəziyyətdədir. Çünki bura girən maşınlar əziyyətlər çəkir, maşınlar pis hallara düşür. Yəni bunu mən özüm üçün demirəm, Allah şahiddir ki, özüm üçün demirəm. Sadəcə bir Ağcabədi vətəndaşı olaraq baxıram, görürəm ki, həqiqətən çox bərbad bir vəziyyətdədir. İndi nətər eləyək? Neyiniyək Fikrət müəllim? Biz bu asfaltı qaldıraq, maşınlar altından keçsin, yoxsa necə eləyək? Siz deyin, biz deyələyək də, həqiqətən çox bərbad bir vəziyyətdədir. Tək bura deyil. Mən xahiş edirəm, aidiyyəti qurumlardan, çox hörmətli icra başçımızdan, Rafil müəllimlə, hörmətli Rafil müəllim, siz gözəl ağsaqqalsınız, gözəl rayonumuzun rəhbərisiz. Ümid edirəm ki, bu məsələ ilə bağlı ümumiyyətcə tək bura deyil, Ağcabədinin mərkəzi yolları ilə bağlı göstəriş verəsiniz. Bu insanlar yazıqdır həqiqətən. Çünki söhbət bura girib çıxmaqdan da getmir. Burada maşınlar çox bərbad bir vəziyyətə düşür. Eyni zamanda rayonumuza gələn qonaqlar bu yolları görəndə həqiqətən çox insan pis olur da, bilirsiniz də, yol mədəniyyətdir. Mən ümid edirəm ki, bu məsələ ilə bağlı aidiyyəti qurumlar ölçü götürəcək. Sağ olun.